Alem Mustafayev Azərbaycan Respublikasının Cəlilabad rayonundan bir-birlərinə xidmət, baxmayaraq ki, müxtəlif nəsillərdən, müxtəlif millətlərdən ömründə bir dəfə də olsun bir-birini görməyən insanlar və bundan da sonra mümkündür ki, bir daha bir-biri ilə rastlaşması mümkün olmayan bir insanlar bir-birləri ilə elə bir rəftar eləyirlər, sanki bunlar bir çatı altında böyüyüblər. Bunlar bir ailədə boya-başa çatıblar, çox doğma, sevgi ilə dolu bir səfərdir. Ölkə daxilində kim hansı işlə məşğuldursa, Ərbəyin günü, Ərbəyindən öncəki günlər bu yollarda həmin xidmətləri göstərirlər. Doğrudan da bu özü bir möcüzədir. Ola bilsin, bəzi insanlar möcüzə axtarmaq üçün nəsə qeyri-adi bir şeyin baş verməsinin ardında olarlar. Amma heç də qeyri-adi bir şeyin baş verməsi lazım deyil bizlər üçün. Elə adi şeylərin içərisində sair insanların görə bilməyəcəyi şeylərin çoxunu biz görürük. Ərbəyin canlı bir möcüzədir dünyada. Ərbəyin kimin haqq və kimin batıl olduğunu aşkar şəkildə göstərən bir aynədir, güzgüdür. Hər kəs İmam Hüseyn əleyhissalamın və onun tərəfdarlarının və onun yaranının haqq olmasını Ərbəyində gəlib görə bilər. Və doğrudan da mən bunu dəfələrlə təcrübədən keçirtmişəm. Əhl-i Beytin müxalifləri ilə mübahisə eləyərkən, doğru cavabı deyərkən, onu inkar eləyərkən, mən Ərbəyin səfərinin bir möcüzəvi səfər olduğunu önə çəkərək həmin insanı susturmuşam. Ərbəyin dostları sevindirəcək və düşmənini sustura biləcək bir yürüşdür və möcüzəvi bir yürüşdür. Onu da qeyd etmək istəyirəm ki, yenə də bu barədə çoxlu sözlər demək olar, amma naqis və qasir dilimizin gücü çatacaq qədəri budur və zamanımız da məhduddur. Ərbəyin ziyarəti İmam Hüseyn əleyhissalamı sevməyən qüvvələrin, güclərin çəkdiyi zəhmətləri, qurduğu planları, gördüyü işlərin hamısını bir Ərbəyin səfəri mi deyək, bir Aşura mı deyək, ya bir Mühərrəm ayı mı deyək, bu müddət ərzində hamısının nəqşələrini pozur və bütün planları bərbad edir və düşmənin uzun müddət çəkdiyi bütün zəhmətlərin hamısını havaya sovurur. Ərbəyin ziyarəti bütün dünyanı çevrəsində toplamaqla, cəm eləməklə sanki yer üzündə ikinci bir həcc mərasimi qurulur. Necə ki, Allah həcci insanlara vacib eləyib, İnsanlar Kəbə ətrafında gəlsin, birləşsin, toplaşsın, bir-birinin çevrəsində Allahın əmrini icra eləsin ki, İmam Hüseyn əleyhissalamın hərəminin çevrəsində biz təvaf eləməyə gəlmişik. Və burada ittihada, birliyə gəlmişik. Və mən deyərdim ki, Allah İmam Hüseyn əleyhissalamın bu yürüşün, bu təvafın bizi böyük həcc mərasiminə yürüməyə və Kəbənin ətrafında fırlanmağa, öyrətməyə çağırıb. Mən Ərbəyinin necəliyini tam olaraq sənə çatdıra bilmərəm. Amma əgər imkanın vardırsa, sən bu səfərə mütləq get. Və o səfərdə Allah insanı nə üçün xəlq eləyib, onun həqiqi mahiyyətini orada gör. Allah insanı bir-birinə
rəhm etmək üçün, bir-birinə xidmət etmək üçün xəlq eləyib. Amma insanlar dünyada görürsən ki, bir-birinin ətini didir, qanın tökür, bir-birinə rəhimsiz davranır, bir-birinə çox acımasızdır. Amma Kərbəla səfəri insanların bir-birinə nə cür olması lazımdırsa, onun sanki nümunələrini göstərmək üçün Allah bizi bu səfərə gətirib və bu səfərdə yalnız İmam Hüseyn əleyhissalamın Ərbəyin səfəridir. Mümkündür hər bir ölkənin mətbəxi fərqli olsun, geyimi fərqli olsun və heç millətləri deməyək. Elə eyni millətdən olan insanların içərisində mümkündür bəziləri, məsələn, hər gün yuyunmağa ehtiyacı olsun. Müxtəlif psixologiyada, müxtəlif mədəniyyətdə olan insanlar var. Mədəniyyətindən, psixologiyasından asılı olmayaraq hər bir ölkənin vətəndaşı bu səfərdə gəlib bu mühitə uyğunlaşa bilir. Bunun bir mənəvi cəhəti də ola bilər. Təbii ki, mənəvi cəhəti öndədir. Çünki burada Allahın bir istəyi var, Allahın bir iradəsi var. Allah bir şeyi insana sevdirərsə, insan onu sevməyə bilməz. Bu səfər sanki insanları bir hədəfə doğru yürüməyi öyrədir. İnsanlar necə toplaşsın, necə birləşsin, yorulmağı nəzərə almadan, yorulsa da belə öz yorğunluğun nəzərə almadan irəliyə doğru addım atmaq, yorğunluğuna baxmamaq, nəfsin istəklərinin üzərinə ayaq qoymaq və ciddi şəkildə bir hədəfi məqsəddə tutub ona doğru yürümək bu səfərdə öyrədilir. Allah tərəfindən bu səfər bizə çox şey öyrədir.